Gözləmə. İndidən başda hazırlaş həm əsərləri, həm proqramı. Proqramın sualları hazır olandan sonra heç kim sənə güldən artıq söz deyə bilməz, yəni problem yox. İfan da yerli yerində, notların yerli yerində var onsuz da. Əsərlərini çalırsan, bəstəkarlar haqqında informasiya deyirsən, suallara hazırsan, kim sənə nə deyə bilər? Lap deyək ki, nəzəriyyədən bir dənə faşist düşsün sənə. Faşist tutub dirəşib ki, nə bilim filan şey çətin suallar verir. Artırılmış süscəsi qur, əskilmiş qur, döndər filan. Çətin deyir, hə? Bilmə. Yenə də o əl qaldırması sən keçirsən. Digərləri əl qaldıracaq da. Yəni istərsən yenə sən keçirsən avtomatik olaraq. Ona görə sən nəzəriyyəyə də ciddi yanaşmağa çalış. Səsdir, ritmdir, tembrdir, musiqidir, musiqili səslər, qeyri-musiqili səslər, siqnal, volta, vəzn, qamma nədir, interval nədir, major, minor qammaları haqqında informasiya biraz olsa və yaxud da bizim latlarımız deyəndə muğamlarımız haqqında məsələn nəsə deyə nə bacarsan nəzəriyyədən özünə yükləyirsən də, kimə yükləyirsən ki? Öz balaca vərəqdə onları qeyd elə qısa. Əsas kitab var da deyirsən nəzəriyyə kitabı. Aç gör təxmini hərəsindən önəmli mövzulardan bir balaca, bir sətir bilsəm kifayətdir.